Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Salam əziz izləyicilər. Bu videoda astrologiya həvəskarlarının maraqla gözlədiyi bir mövzudan danışacağıq. Astrologiya ilə bağlı yayılan son proqnozlara görə qarşıdakı dövr, xüsusilə də iyun ayı bəzi bürclər üçün yeni imkanlar, maraqlı fürsətlər və müsbət dəyişikliklərlə yadda qala bilər. Qeyd edək ki, astrologiya elmi faktlara deyil, inanclara və şərhlərə əsaslanır. Buna görə də səsləndirilən fikirlər ümumi xarakter daşıyır və hər kəs üçün eyni şəkildə keçərli olmaya bilər. Astrologların diqqət çəkdiyi ilk bürc əkizlərdir. Əkizlər bürcü üçün iyun ayının kifayət qədər maraqlı və hərəkətli keçəcəyi bildirilir. Proqnozlara əsasən uzun müddətdir gözlənilən bəzi xəbərlər məhz bu dövrdə gələ bilər. İş həyatı, təhsil və ya şəxsi inkişafla bağlı yeni qapıların açılması ehtimalı vurğulanır. Əkizlər bürcündən olan insanların qarşılarına çıxan imkanları diqqətlə dəyərləndirmələri tövsiyə edilir. Astrologiya şərhlərinə görə doğru zamanda verilən qərarlar gələcək uğurların təməlini qoya bilər. Siyahıda yer alan növbəti bürc tərəzidir. İyun ayının tərəzi bürcü üçün ahəngdar dəyişikliklər və xoş sürprizlərlə yadda qala biləcəyi qeyd olunur. Astrologlar hesab edirlər ki, bu dövrdə yeni tanışlıqlar və qurulan əlaqələr mühüm rol oynaya bilər. Xüsusilə iş və şəxsi münasibətlər sahəsində gözlənilməz imkanların yaranacağı ehtimal edilir. Bəzi bürcündən olan şəxslərə yeni təkliflərə açıq olmaq və qarşılarına çıxan insanlarla ünsiyyətdə diqqətli davranmaq məsləhət görülür. Diqqət çəkən digər bürc isə oxatandır. Astrologiya proqnozlarına görə oxatan bürcü üçün yay mövsümü kifayət qədər enerjili və məhsuldar keçə bilər. Səyahət planları, biznes təşəbbüsləri və ya şəxsi məqsədlərlə bağlı yeni fürsətlərin yaranacağı bildirilir. Oxatanların öz bacarıqlarını nümayiş etdirmək üçün uyğun şəraitlə qarşılaşa biləcəyi vurğulanır. Astrologlar hesab edirlər ki, cəsarətli addımlar atan oxatanlar qarşıdakı dövrdə maraqlı nəticələr əldə edə bilərlər. Siyahının sonuncu bürcü isə balıqlar. Balıqlar üçün iyun ayının daha çox emosional yenilənmə və şəxsi inkişaf dövrü olacağı qeyd edilir. Astrologiya şərhlərinə əsasən bu bürcdən olan şəxslərin intuisiya hissi daha güclü ola bilər. Bu da onların bəzi qərarları daha inamla verməsinə kömək edə bilər. Balıqların öz daxili səslərinə qulaq asmasının və tələsmədən hərəkət etməsinin faydalı olacağı bildirilir. Həm şəxsi münasibətlərdə, həm də gələcəklə bağlı planlarda müsbət dəyişikliklərin mümkün olduğu vurğulanır. Bir daha xatırladaq ki, bütün bu məlumatlar astrologiya proqnozlarına əsaslanır və əyləncə məqsədi daşıyır. Həyatda uğurun əsas açarı düzgün qərarlar vermək, məqsədlərə doğru əzmə çalışmaq və qarşıya çıxan imkanları vaxtında qiymətləndirməkdir. Bəs siz hansı bürcdənsiniz? İyun ayı ilə bağlı gözləntiləriniz nələrdir? Fikirlərinizi şərhlərdə bizimlə bölüşməyi unutmayın. Videonu bəyəndinizsə kanala abunə olun, videonu paylaşın və yeni məlumatlardan ilk xəbərdar olmaq üçün bildirişləri aktiv etməyi unutmayın.